İstəyərdim ki, yəni fürsətdən istifadə edib bir də şeir deyim. Yəni ürəyim doludur, oradan bura 2 saatlıq yol gəlmişəm. Məmnuniyyətdir, dinləyərik. Görmüşəm şeirini deyim. İnsanın əli ilə şəri, şeytanı, haqqın mizanını əyən görmüşəm. İblisin atdığı sapant daşını mələyin başına dəyən görmüşəm. Bismillahla başlar hər bir sözünü. Hər an maskalayar gerçək üzünü, nadanı alçağı durub özünü irfan məclisində öyən görmüşəm. Hələ davam edir həyat nağılı. Hələ şirin dadır qəndi, noğulu, belindən gəldiyi doğma oğlu atanın ağzına söyən görmüşəm. İstəyi çox olar arsız alağın, barı hardan olar saralmış tağın, lovğa, zatı qırıq, nacis ulağın at kimi başında yüyən görmüşəm. Necə saxlamayım dünyanın yasın, necə dağılmasın bu şər yuvası, nanəcib oğlun, doğma anasının arvadı üstündə döyən görmüşəm. Adam var satacaq əhdin, ilqarın, dost tutar özünə, dostunun yarın, ölən qardaşının bəylik paltarın adam var şellənib geyən görmüşəm. Gizlədər içində tarix yaşını, möhür tək saxlayar qaya daşını, şah var ki, vaxt ötüb o şah başını qul nökər önündə əyən görmüşəm. Heydər, nur yoludur Allahın yolu, məyər yiyəsizmi bir daşı, kolu, haq yoldan sapınan hər azğın qulu, ətindən qanından yeyən görmüşəm. Çox sağ olun, Heydər müəllim.